Salam, Time kitabından olan sınaq 25-ə baxaq. What's the main idea in the given paragraph? Verilmiş paragrafda əsas ideyanı tapırıq. All over Africa, soccer is popular with parents and teachers for another reason. Bütün Afrikada futbol valideynlər və müəllimlər üçün başqa bir səbəbə görə məşhurdur. It keeps young people, especially boys, in school and out of trouble. Bu gənc insanları, xüsusilə oğlanları məktəbdə saxlayır və əzab əziyyətdən uzaqda saxlayır. Most clubs in Tamil Ghana don't allow boys to play if they don't go to school, explains Abu Bakari. Abu Bakari izah edir ki, Tamalidə olan klubların çoxunda məktəbə getməyən uşaqlar oynaya bilməz. We are trying our best to help young people and make them responsible in society. Biz gənc insanlar üçün əlimizdən gələni edirik və onları cəmiyyətdə məsuliyyətli olmağa məcbur edirik. Soccer help us do this. Futbol bunun üçün bizə kömək edir. For us, soccer is also a tool for hope. Bizim üçün futbol həm də ümid mənbəyidir. Necə yazmışdı? Ümid üçün bir alətdir. Variantlara baxaq. More schools in Africa are opening soccer clubs. Afrika məktəblərinin çoxunda futbol klubları açılır. Xeyr. Soccer helps people get better grades in school. Futbol uşaqlara, insanlara məktəbdə daha yaxşı qiymət almağa kömək edir. Xeyr, sadəcə olaraq məktəbi cəlb etmək üçündür. Older soccer players are passing on their skills to younger ones. Yaşlılar gəncləri öyrədir. Yox. Soccer helps develop young people as members of society. Bəli. Futbol gənc insanlara cəmiyyətin bir üzvü kimi inkişaf etməyə kömək edir. Even in rural areas, children and adults play the game. Hətta rural, yəni daha ucqar ərazilərdə uşaqlar və yetkinlər oynayırlar. Xeyr, burada rural areasdan söhbət getmədi. Which of the options best completes the given dialogue? Dialogu hansı daha yaxşı tamamlayır? Essen. I tried sushi for the first time yesterday. Mən ilk dəfə dünən sushini yoxladım. That's interesting. Did you like it? Bu maraqlıdır. Sən onu xoşladın? Yes, I did. It is different from what I am used to, but I found it delicious. Bu fərqli bir şeydi mənim indiyə kimi yoxladıqlarımdan və çox dadlıydı. You should explore more international cuisines. Sən daha çox beynəlxalq mətbəxləri, kulinariya mənası edir. Explore etməlisən, daha da araşdırmalısan. It's a great way to experience different cultures. Bu, müxtəlif mədəniyyətləri təcrübədən keçmək üçün yaxşı bir yoldur. Emily, it is a fun way to learn about the world and its diverse cultures. İndi Essen ona nə deyibsə, o cavabında deyir ki, dünyanı daha çox öyrənmək və müxtəlif mədəniyyətləri öyrənmək üçün bu əyləncəli bir yoldur. Variantlara bax. I think I'll stick to my usual comfort food. Xeyr, mən düşünürəm ki, mən komfort qidalarıma daha çox odaqlanmışam. Türklər demiş, xeyr. Axı bu deyir ki, mən dünən yedim, dadlı idi, fərqli idi. Niyə yenidən bu cümləni desin? B-yə baxırıq. I am open to trying new foods for sure. Bəli, mən yeni dadlara baxmağa openam, açam. I don't see the point in trying different cuisines. Mən müxtəlif mədəniyyətlərin kuzinlərini, mətbəxləri ilə tanış olmaq istəmirəm. I'm not really interested in other cultures, food interestinə diqqət yetirin. Mən başqa mətbəxlərin yeməklərini istəmirəm. Xeyr, maraqlanmıram. I don't think trying new foods is worth the effort. Mən düşünmürəm ki, yeni qidalar daha da dəyərlidir. Yox. Üçə baxırıq. Which option completes the sentence correctly? Hansı cümlə
daha çox tamamlayır, daha düzgün tamamlayır. After hours of hard work and dedication, the project finally being a huge success. Çox ağır işdən və dedication, onunla həsr olunan vaxtdan sonra proyekt nə olar? Əlbəttə ki, ended up olar. Uğurla sonlandırıldı. Eybəndi. Cope with ötəsindən gəlmək, xeyir, waste on, vaxt içkisidir, broke out, başlamaqdır. Niyə başlasın axı? Başlayıb artıq finally deyir. Finally sözü burada sizin ipucunuzdur. Finally varsa deməli nəsə sonluqla bağlı bir şeylər gəlməlidir. 4-ə baxırıq. In which option do the tense form of the verb completes a given sentence correctly? Düzgün zamanı axtarırıq, düzgün zamanımızı seçirik. Baxırıq, I in this neighborhood for. Baxın, for var. For bizə deyir ki, cümləmiz bitmiş zamanda olacaq. Ona görə was living getdi. I'm living getdi. But varsa yadınızda saxlayın ki, deməli bir tərəf təsdiq, bir tərəf inkarda olacaq. Bu qalan variantlarda var. To meet all my neighbors yet varsa deməli ikinci tərəf inkarda olmalıdır və indiki bitmişin inkarda olmalıdır. Didn't have olmaz. Burada didn't have olmaz. Cavabımız bir bəndi. Və yenə də cümləni tərcümə edin. I have been living in this neighborhood for a decade. Mən 10 ildir ki, qonşuluqda yaşayıram. But I haven't had the opportunity to meet all my neighbors yet. Ancaq mənim hələ qonşularımla tanış olmaq imkanım olmayıb. Cavabımız bir bəndi. 5-ə baxırıq. Which of the options completes a paragraph coherently? Hansı option, seçim paragrafı tamamlayır? Snow leopards have been officially protected since 1975, but enforcing this law has proven difficult. Qar leopardları 1975-ci ildən qorunur və bu qanunu has proven difficult, qorumaq çox çətindir. Boşluqda nəsə deyir. Deməli, qar leopardları qorunur. Bunu yadımızda saxlayırıq. Digər cümləyə keçirik. İki cümlə arasındakı əlaqə olmalıdır. In recent years, bu illərdə, conflict with local herders has also led to several snow leopard deaths. Bu illərdə, son illərdə local herders, yəni yerli çobanlarla konfliktlər qar leopardlarının ölümünə gətirib çıxarır. İndi burada nəsə olmalıdır? Yenə də baxaq. This is because the big cats kill the herders animals and drag the bodies away high up in the mountains to eat. Və böyük pişiklər çobanların heyvanlarını öldürür və onların bədənini dağlara yemək üçün aparır. Variantlara baxaq. Though they cover only a small part of the snow leopard's hormones, they make the leopards more valuable to more people each year. Niyə though verək ki? Burada əvvəldə nə var ki buna baxmayaraq ki sözünü verək. Farming is difficult in Central Asia. Traditional cultures depend mostly on livestock to survive in these mountainous regions. Deməli, Mərkəzi Asiyada fermerlik çox çətindir. Ona görə də ənənəvi mədəniyyət bu region dağlarında özünü qoruyub saxlayır. Burada Mərkəzi Asiyadan söhbət getmədi axı. Və fermerliyin çətin olmasından söhbət getmir. Many countries to be killed for their fur and body parts, which are worth a fortune on the black market. Bəli, bax, bu olar. Bilirsiniz nə olar? Çünki əvvəldə deyir ki, snow leopardlar artıq nəsli kəsilmək üzrədir, qorunur. Çünki onun bədənindən və xəzinindən istifadə olunur. Cavabımız C-bədir. Snow leopard enterprises helps herder communities earn extra money in exchange for their promise to protect the endangered cat. Qar leopard enterprise, bundan söhbət geçmir axı. Müəssisədən. Accordingly, the locals have been convinced that the leopards are quite rare and thus it is important to protect them.
Uyğun olaraq yerli adamlar düşünür ki, leopardlar çox nadirdir və onları qorumaq vacibdir. Xeyr, onlar qorumur, əksinə yerlilər onun xəzinə istifadə edirlər. 6-ya baxırıq. Find out the most appropriate statement for the highlighted part in the given sentence. Verilmiş cümlədə nəyə baxırıq? Uyğun statement. If a waste continues to be shipped overseas, it may ultimately come back to harm the developed world. Bizə if sözü lazımdır. If e-waste continues. E-waste yəni elektron waste boş-boşuna istifadələr dənizlərdən ötə istifadəsi davam edərsə, o inkişaf etmiş dünyalara dünyanın inkişaf etmiş ölkələrinə ziyan vura bilər. Baxın, it burada nə əvəz edir? E-waste. E-waste cümləmizin mübtədasıdır axı. Ona görə itin funksiyası mübtədadır. Variantlara baxaq. In the sentence, it is used an emphatic word to use for sake of emphasis. Vurğulayıcı söz, vurğulamaq üçün istifadə olunmur axı. Bu sırf hər hansı bir söz əvəz edir. In the sentence, if it is used as an impersonal subject denoting natural phenomenon, xeyr, təbii fenomeni göstərmir. In the sentence, it is used as a notional subject expressing a definition. Bəli. It cümlənin mübtədasıdır, əsas cümlə özüdür. Burada, bu hissədə. Baxırıq 7-yə. Which of the options with the numerals completes the given sentence correctly? Rəqəmlərlə olanlardan hansı cümləni düzgün ifadə edir? The team hoped to be first. Niyə? To be the first. Birinci olmaq arzuluyurdu. Firstlər getdi. To reach a depth of 2000 meters. A depth of olar. Baxın. D-də nə verib? 20 meter depth yox. A depth of daha yaxşı düzgün işlənmədi. 2000 metrlik deməli. Komanda ilk çıxmaq arzusundaydı və şimal və cənub sahəsi 2000 metr dənlikdə nə olmuşdu? Bir dəqiqə bura bir yazaq. Nə olmuşdu? Conquered mühasirə olmuşdu. Which of the options presents the most coherent order of the sentence in the passage? Bəli. Düzgün order'ı tapırıq, ardıcılığı tapırıq. Baxaq, nə ilə başlayaq? 2 dənə 2 var, 2 dənə 3 var. The first insurance. Baxın, 3'ü verə bilmərik. Insurance-da niyə əvvəlcə danışaq? Əvvəlcə insurance-ın nə olduğunu deyək, sonra birinci insurance-a keçək də. Ona görə 2 ilə başlayaq. Insurance is one of the oldest fields of the economy. Sığorta dünya iqtisadiyyatının ən qədim sahələrindən biridir. 2. İkinciyə baxırıq. İndi deyə bilərik birinci sığorta. The first insurance activity appeared in Babylon 4000 years ago. İlk sığorta 4000 il bundan əvvəl Babilonda yaranıb. Niyə yaranıb? İndi səbəbinə baxaq. The purpose of it was protecting people's personal and property interests from danger and was first practiced by early Mediterranean sailing merchants. Onun məqsədi insanları qorumaq və tacirlər, Aralıq dənizində olan tacirlərin praktisi üçündür. Davam edək birdən sonra. From the beginning of the 14th century, insurance turned into tradable and profitable field in European countries. Və 14-cü əsrin əvvəllərindən Avropa ölkələri daha çox ticarət və gəlir sahələri üzrə çevrildi.
və sonra the importance of insurance system in the world is very high because it protects people from loss and danger. Və sığortanın vacibliyi dünyada çox yüksəkdir, çünki o təhlükədən və loss, itirmələrdən qoruyur insanları. Bəli, cavabımız iyi bəndir. Sadəcə o tərcümə edib düzgün yazılı tapmaq lazımdır. Transform the given composite sentence into the simple one. Üzr istəyirəm. Deməli, mürəkkəb cümləni sadə bir cümləyə çevirməliyik. Bu zaman cümlənin məğzini başa düşsəz, sizin işiniz daha da asan var. Transform the given composite sentence into a simple one. Scientists have long believed that modern humans originated in Africa because that's where they have found the oldest bones. Alimlər inanır ki, Afrikada müasir insanların əsli olub, çünki onların qədim sümükləri tapılıb. Baxırıq variantlarımıza. Scientists have long believed that modern humans originate in Africa in spite of the discovery of the demir axı burada because deyir. Baxın, ümumiyyətlə transform edəndə, cümləni çevirəndə bağlayıcıya diqqətli olun. Because çünki deməkdir. In spite of isə baxmayaraq demək. Çünki ilə olan cümləni necə baxmayaraqla əvəz edib sadə cümləyə çevirə bilərik? Ona görə A bəndi getdi. Baxırıq B-yə. Scientists have long believed that modern humans originated in Africa due to the discovery of the oldest bones there. Scientists have long believed that, baxın, that də var, due to da var. Ona görə bu yenə də mürəkkəb cümlə olur. That olmamalıdır. Scientists have long believed modern humans originated in Africa, hence də baxmayaraq ki, ola bilməz. Baxın, mütləq şəkildə bağlayıcıya baxmalıyıq. Scientists have believed modern humans originated in Africa despite də baxmayaraq ki, İyə baxın, scientists have long believed modern humans originated in Africa due to the discovery of the oldest bones there. Baxın, due to. Because-un sinonimi due to-dur. Deməli, mürəkkəb cümləni sadə cümləyə çevirən zaman bağlayıcıya baxırıq. Bağlayıcımızın sinonimini tapmağa çalışırıq. Oldu. Baxın, bu cümlə uzun olmasına baxmayaraq, sadəcə olaraq bir sadə cümlədən ibarətdir. Cavabımız ibədir. Cümlə qəliz görünsə də, heç vaxt özünüzü çaşdırmayın, diqqətli olun. Cümləni bütövlüklə oxumağa ehtiyacı yoxdur. Sadəcə olaraq qeyd etdiyim bu ipuclarını bilsəz, asanlıqla cümləni çevirə bilərsiniz. Yenə də hər ehtimalla sonda oxuyub tərcümə eləyin ki, birdən səhvli olar və yaxud da hər hansı bir sizi düşündürəcək bir sual olar. Onuncuya baxırıq. Which option presents the correct antonyms of the bold-faced words? Düzgün antonim istəyir. To be successful. Successful nə idi? Əlbəttə ki, uğurlu deməkdir. Uğurlunun əksi nə olar? Baxaq variantlara. Victorious olmaz. Victorious uğurlu deməkdir. Demək olar ki, sinonimdir. Prize winning də sinonimdir. Unsuccessful ola bilər, saxlayırıq. Ineffective ola bilər. Fruitful olmaz. Çünki fruitful bəhrəldir. İkinci tərəfə baxırıq. You need to keep an eye. Keep an eye diqqətli olmaq deməkdir. Yəni, baxın, heç mənasını bilməsəz də, ay sözü gözdür. Keep saxlamaqdır. Gözünü saxlayırsan, haradasa gözünü saxlayırsan, nə olur? Diqqət olur da. Haradasa, sözü bilməyən də çalışın, onu analiz edin, onda mənasını tapacaqsınız. Burada cavabımız C bəndi olacaq. Ignore etməkdir, yəni imtina etməkdir. Neglect də saymamaqdır. Ona görə B, D bəndi getdi. Cavabımız C bəndi. Yaza bilsək C bəndi. 11-ə baxırıq. Which of the options presents the most coherent order of the words in the sentence? Cümlə qurmaq. Cümlənin ardıcılından baxırıq. Antarktika. Baxın, baxırıq sözlərə. Heç bilməsək də, böyük hərflə başlayan bir sözlə. Həmişə mən abituriyentlərə onu deyirəm. Baxın, görün hansı böyük hərflə yazılır.
Onunla başlamaya çalışın. Bakın burada Antarktikanı götürürük. Sonra baxırıq. The southernmost continent. Antarktika, cənubdakı kontinent. Sonra xəbər veririk. Is the coldest and driest place. Ən soyuq və quru yerdir. Covered by a vast ice sheet on the planet. Yəni eybənd. Sadəcə tərcümə etməyə çalışmaq lazım. Cümlənin ardıcılığına baxmaq lazımdır. Antarktika, cənub kontinenti ən soyuq və quru yerdir və planetin buzlarla örtülmüş bir sahəsidir. 12 baxaq. Which of the following options best express the essential meaning in the given sentence? Ən yaxşı mənanı verən. Working alone in one's basement during the initial phases of the business costs a great deal less than renting a space and hiring staff. Deməli, kiçik bir zirzəmidə ilk biznesi başlamaq daha yaxşıdır, nəinki böyük bir heyət üçün yer sifariş vermək. Başa düşdük mənanı. Variantlara baxırıq. In the later stage of the business, working independently from a home office, for instance, is considerably more cost-effective than leasing premises and employing personnel. During the early stages of the business, bəli, biznesin ilk mərhələsində zirzəmilərdə işləmək daha effektivdir və employeelərə pul xərcləməkdən daha yaxşı. Harası belə bir şeyə gəlib çıxır. Throughout all the stages of the business, working solo from a home office, for instance, comes with significantly lower expenses compared to leasing premises. At the prosperous stage of the business, biz prosperous stage'den danışmırıq. During the thrive stage, bundan da danışmırıq. Initial danışırıq, ilkdən danışırıq. Ona görə o variantların hamısı qeyddir. 13'e baxırıq. Metaphrasal verbs, phrasal verbləri yoğunlaşırıq. Jane's brother didn't come to your wedding. Jane'in qardaşı onun ad gününə gəlmədi. She felt let down. O çox məyus olmuşdu. It seems the snow won't let up until tomorrow. Kəsməyəcək. Sabaha kimi belə görünür ki, qar kəsməyəcək. He opened the window to let in the air. Bəli, o havanı içəri daxil etmək üçün qapını açdı. Yəni icazə verdi ki, hava dəyişsin. 14'e baxırıq. Which of the options completes the given sentence logically correct? Hansılar verilmiş cümləni məntiqi cəhətdən düzgün edir? In the competitive world of business, companies constantly seek ways to gain a competitive edge. For instance, deyir ki, yarışlı bir biznes dünyasında şirkətlər yollar axtarır. Niyə yollar axtarır? Many businesses are reducing their reliance on technology to improve difficulty. Niyə reduce edir, azaltmır? The global supply chain has become less xeyr. Yuxarıda daha çox kompetitiv deyir, competitive edge deyir, deməli yarışvari bir şeylər gedir orada. Innovative startups are disrupting traditional industries with new technology. Bəli. Deməli innovativ startuplar ənənəvi sənayinin yeni texnologiyaları ilə məruz qalır. Business are avoiding, yox. Traditional marketing methods are becoming more effective in the digital area. Burada isə traditional marketingdən danışmadıq. 15'e baxırıq. East or west, home is best. Ən sevimli atar sözüm. Hərfi tərcüməsi belədir ki, şərq, qərb ev ən yaxşısı, bizdə isə gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. One's own home is the most considerable and preferable place to be. Cavabımız ibəndir. 16'ya baxırıq. Subject, verb, agreement. Agreement istəyir, yəni uzlaşma istəyir. 10 years have passed since the construction of the new bridge began. 10 il keçdi. Nədən 10 il keçdi?
construction'ın yenidən tikilməsindən. Many more graffiti went down as street of art challenges. Many more graffiti challenges niyə olmaz? 2/3 of the population believes, yadınızda saxlayın, kəsirlərdə olan isimdən sonra isimlə uzlaşır xəbər. Ona görə cavabımız C bəndi. 1/5 of the employees, baxın cəmdədir, prefers təkdədir, olmaz. Bacterium yox, bakteriya olardı cəmdə. İ bəndə səhvdir. 17-yə baxırıq. Simple, kompozisivə çeviririk. İndi isə sadəni mürəkkəbə çeviririk. In 1975, the Great Barrier Reef Marine Park was established to protect its fragile ecosystems. 1975-ci ildə Böyük Bariyer Rifi öz ekosistemini qorudu, incəliklərini. The ecosystem of the park include more than 2,900 individual reefs, 900 islands, 300 coral crays and inshore mangrove islands. Deməli, parkın ekosistemi 2900 individual reeldən, 900 adadan, 300 coral cray'dən və s.dən ibarətdir. Deməli, bunu mürəkkəb cümləyə çeviririk. Burada sadəcə olaraq məlumatlar verildi. Baxaq, The Great Barrier Reef Marine Park established. In 1975, the Great Barrier Reef Marine Park was established to protect its fragile ecosystems, which, baxın, which var. Görürsünüz, birinci cümlədə heç bir sözünü yoxdur ki, onu bircə nə ənd var, ənddən sonra isə cümlə gəlmir. Bunu mürəkkəb edə biləcək bir şey yoxdur. 2-də baxırıq, sözünü yoxdur ki, o cümlə mürəkkəb eləsin. More than, C-də də yoxdur, D-də isə which var. Which bu cümləni mürəkkəb edir. İ-də də yoxdur. 18-ə baxırıq. Which option completes the sentence most appropriately? Hansı variant daha düzgün cümləni tamamlayır? In the face of rising sea levels and more frequent storms, coastal communities must develop resilient infrastructure that is resistant to flooding and erosion. Aha. Deməli, dəniz səviyyəsinin artması, bir çox stormların, tufanların olması və daşqınlara və eroziyalara davamı inkişaf etdirməlidir. Resilient deyirlər buna, möhkəmlik, davamlılıq. Bir bəndi. 19-a baxırıq. Burada variant qeydləməmişim. The garden nə istəyir bizdən? In which option do the non-finite forms of the verb complete the given sentence completely? The garden needs. Garden'ın, bağın nəyə ehtiyacı var? Wedding'ə, needs'dən sonra ing gəlir, yadınızı saxlayın. Ona görə to'lar gedir. Bir də wedded ola bilər. Gerund ola bilər və fe'li bağlama ola bilər. Bağın bütün istənməz güllərdən, yəni alıqlardan təmizləməsinə ehtiyacı var. Yox, weeded ola bilməz. Yox, səhv dedim. Weeding bir də to be weeded. Ehtiyacı var ki, təmizlənsin. Hiddən sonra cer verirsiniz, bir də məşğulunu verirsiniz. Təmizlənməsinə kimsə təmizləməlidir. Cavabımız 1-2. Keçirik 20'ye. Which option completes the given sentence correctly? Hansı daha düzgün complete edir, cümləni tamamlayır? Land a great job. Yaxşı bir iş qazananda deyirlər. Keep track of the expense. Xərcləri izləmək. To fall back on, kiməsə arxalanmaq, kiməsə güvənmək mənasında. Variantlara baxaq. It is important to keep track of the expenses by maintaining a detailed budget to ensure you don't overspend and can effectively manage your finances. Deməli, nə deyir? Vacibdir, nə vacibdir?
sənin həddindən artıq büdcəni xərcləməməyin və onu doğru idarə etməyin. Yəni, keep track of expenses budur. Yəni, düzgün idarə edə bilirsən. After completing her degree and gaining valuable experience through internship, she was able to land a great job. 1C, 2B, 3C, A. Variantlara baxaq. It is important to fall back on by maintaining a detailed budget to ensure you don't overspend and can effectively manage your finance. Sən detallı büdcəni qorumaq üçün öz xərclərini izləməlisən. After completing her degree and gaining valuable experience through internship, she was able to keep track of expenses. Bəli, dərəcəsini qazanmaq üçün təcrübə qazanmaq üçün o nə etməlidir? Xərclərini qoruma bilməlidir. Baxırıq, having a reliable emergency fund. Create a land job can provide peace of mind in uncertain times such as during unexpected financial crisis or job loss. Və güvənilən təhlükəsizlik birlikdə olan gözlənilməz financial maliyyə pozuntularına, krizlərinə gətirib çıxara bilər. Bu qədər. 20 dənəsini izah etdim. 25-ci sınavımızdan. Əgər ehtiyac varsa, şərhlərdə gözlərim. Ehtiyac varsa, arxasında izah edə bilərəm. Sualınız varsa, şərhlərə yazarsınız. Kanalımıza abunə olub, like etməyi unutmayın. Hələlik.